1958-ci ildə Bayıl ərazisində fəaliyyətə başlayan heyvanat parkı 1985-ci ildə torpaq sürüşməsindən sonra Bayıldan indiki ərazisinə köçürülüb. Əvvəllər ərazinin təmirsiz olması ilə yanaşı, heyvanların saxlanıldığı yerlər də yararsız vəziyyətdə idi. Idea İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə burada Archiko Engineering Company tərəfindən aparılan və təxminən 4 il davam edən geniş miqyaslı yenidən qurma işləri nəticəsində Bakı Zooloji Parkı ən müasir səviyyəyə çatdırılıb. Ümumi ərazisi 2 dəfə artırılaraq 4,25 hektara çatdırılan Bakı Zooloji Parkın əsaslı yenidən qurma işləri zamanı ərazidə mövcud olan ağac və kolların tam qorunub saxlanılmasına xüsusi diqqət yetirilərək daha təbii mühit yaradılıb. Zooparkın sakinləri üçün daha rahat volyerlər, akvarium, Kontakt Zooparkı, süni göl və hovuzlar, baytarlıq klinikası inşa edilib. Heyvanların hər növünün özünə məxsus ehtiyacları nəzərə alınaraq hazırlanan və onların təbii mühitinə uyğun qurulan şərait nəticəsində hal-hazırda bir çoxunda təbii artım prosesi uğurla davam edir. Mütəxəssislər tərəfindən həm heyvanların, həm də ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə hər heyvanın gücünə uyğun hesablanaraq Almaniya istehsalı olan müxtəlif qalınlıqlarda olan şüşələrdən və zooparklar üçün hazırlanan xüsusi torlardan istifadə olunub. Bakı Zooloji Parkı hamının, o cümlədən fiziki qüsurlu şəxslərin, bütün yaş qruplarından olan ziyarətçilərin istirahət edə və maariflənə biləcəyi məkana çevrilmiş və dünyada mövcud olan ən müasir zooparklar səviyyəsinə çatdırılmışdır. Yeniliklər və müxtəlif əyləncə obyektləri ilə yanaşı, ərazidə uşaq meydançası, lektoriya, istiqamət göstərici lövhələr, elektron informasiya sistemləri və ziyarətçilərə məlumat verən xəbərdarlıq lövhələri mövcuddur ki, bu da ziyarətçilərin təhlükəsiz hərəkətinə kömək edir. Prezident İlham Əliyevin ölkəmizin inkişafı ilə bağlı müəyyən etdiyi strategiyada Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində görülən işlər çərçivəsində şəhər həyatının müxtəlif layihələrlə zənginləşdirilməsi sırasında xüsusi yeri olan Bakı Zooloji Parkı Bakıya səfər edən turistlərin ən çox üst tutduqları məkanlardan biridir. Zooparklar yalnız əyləncə məkanı deyil, həm də elmi maarifçilik müəssisəsi funksiyasını yerinə yetirir. Ümumiyyətlə, zooparkın fəaliyyət istiqamətlərinə ətraf mühitin, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin mühafizəsi, çoxaldılması üzrə işlərin həyata keçirilməsi, heyvanların müvafiq tələblərə uyğun saxlanılması üçün şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədqiqat işlərinin aparılması, canlı aləm və biomüxtəlifliyin qorunması sahələrində insanların məlumatlandırılması daxildir. Archiko Engineering Company olaraq biz yalnız tikillər inşa etmirik. Ölkəmizin adını hər layihə ilə dünyaya tanıdırıq. Peşəkarlıqla həyata keçirdiyimiz hər bir layihə Azərbaycanın qlobal mühəndislik səhnəsində parlayan imzasına çevrilir.